Akıl Baktası kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin hekayəsi Zədəli Ayaq. Bir zamanlar İbrahim adlı imanlı, savadlı, gülər üzlü, səxavətli bir gənc var idi. Hamı onu tanıyır, sevir və onun kimi olmaq istəyirdi. İbrahim bütün gözəl xüsusiyyətləri özündə toplamışdı. Onun bekar qalmaqdan acığı gəlirdi. Həmişə bir işlə məşğul olurdu. Ya dərs oxuyur, ya idman edir, ya ibadət edir, ya da başqa bir iş görürdü. O həm də yetərincə istirahət edib əylənirdi. Bədəni güclü idi. Güləş və voleybol idmanlarında çox peşəkar idi. İbrahim bütün bunlarla yanaşı, ətrafındakıların qeydinə də qalırdı. Yoxsullara kömək edir, ehtiyaclı bir insan görəndə laqeyd qalmırdı. Bir gün İbrahim dostları ilə oturmuşdu. Gənc bir oğlan öz xatirələrini danışırdı. O, söhbət zamanı İbrahimlə necə tanış olduğunu da söyləmək istədi. Ancaq İbrahim onun sözünü kəsib davam etməsinə qoymadı. Gənc oğlan əhvalatı bir neçə dəfə danışmaq istədi. İbrahim isə imkan vermədi. İbrahimin dostlarından biri ertəsi gün həmin gənci görüb, ondan İbrahimlə necə tanış olduğunu soruşdu. Gənc dərin nəfəs alıb dedi. Mən yarım final yarışında İbrahimin rəqibi idim. Öncəki yarışlarda ayağım zədələnmişdi. Yaxşı güləşə bilmirdim. Döşəyə çıxandan sonra İbrahimə dedim. Dostum, mənim ayağım zədələnib, diqqətli ol. O da gülümsəyib dedi ki, baş üstə. Yarış başlandı. Amma o əsla ayağıma yaxınlaşmadı. Heç ciddi şəkildə güləşmədi də. Mənsə namərdcəsinə onun kürəyini yerə vurdum. Hə, bəli, əziz balalar. İbrahim həmişə insanların könlünü almağa çalışırdı. O digərlərini sevindirməkdən ötürü bəzən öz rahatlığından, hətta məşhurluğundan da keçirdi. Əlbəttə İbrahim buna fikir vermirdi. İnsanların sevinməsini Allahın razılığından ötürü istəyirdi. Allahın və İmam Məhdinin razı qalmadığı bir işi isə hətta hamı istəsə belə görmürdü. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.